Qazaxıstanın paytaxtı Astanada dünya və ənənəvi dinlərin liderləri qurultayının katibliyinin 23-cü iclası çərçivəsində Qazaxıstan Senatının sədri Maulen Aşimbayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib. Aşimbayev ilk növbədə Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan bəyanat münasibəti ilə təbrik edib və bunu Azərbaycan dövlətinin tarixi uğuru və nailiyyəti adlandırıb. Görüş zamanı Şeyxülislam Allahşükür Paşazadə səmimi qəbula görə minnətdarlığını bildirərək, qardaş Qazaxıstana hər zaman böyük məmnuniyyətlə gəldiyini və Qazax xalqına dərin hörmət bəslədiyini vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin dövründə müstəqillik illərində Azərbaycanla Qazaxıstan arasında əsası qoyulmuş münasibətlər bugün İlham Əliyev və Qasım Comart Tokayev tərəfindən qardaşlıq münasibətləri əsasında uğurla davam etdirilir. Şeyxülislam Allahşükür Paşazadə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Füzulidə Qazaxıstanın hədiyyəsi olan Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini xüsusi qeyd edərək, bu addımı Qazax xalqından Azərbaycana qardaş hədiyyəsi kimi dəyərləndirərək dərin minnətdarlığını ifadə edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstan dövlətinin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki zəngin təcrübəsini yüksək qiymətləndirərək Astana qurultaylarının bəşəri əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Qazaxıstanın dinlərarası dialoq sahəsindəki təşəbbüslərinə hər zaman dəstək verib və Astana qurultaylarında mütəmadi iştirak edir deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib. O eyni zamanda Azərbaycanda keçirilən dinlərarası dialoq tədbirlərində Qazaxıstanın yüksək səviyyədə iştirakının vacib olduğunu vurğulayıb. Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, Azərbaycanın qazandığı nailiyyətlərdə qardaş türk dövlətlərinin, xüsusilə qardaş Qazaxıstanın da öz töhfəsi vardır. Görüş zamanı Qazaxıstan Senatının sədri Maulen Aşimbayev dünya və ənənəvi dinlərin liderləri 8-ci qurultayı haqqında ətraflı məlumat verərək, keçiriləcək panel iclaslar və gənclər forumu barədə təfərrüatlı məlumat təqdim edib. Tərəflər dinlərarası dialoq və sivilizasiyalar arası əməkdaşlıq müstəvisində dövlətlər arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafından məmnunluq ifadə olunub və gələcək əməkdaşlığa dair planlar müzakirə edilib. Hər iki tərəf dinlərarası dialoq və regional əməkdaşlıq sahəsində fəaliyyətin davam etdirilməsinə maraqlı olduqlarını bildiriblər. Görüşdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov və Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak edib.